Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları 20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar Marneuli bələdiyyəsinin Alget kəndində yerləşən 20 yanvar və 9 aprel şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri düzüblər. Abidə ətrafında 20 yanvar faciəsini əks etdirən fotoşəkillər də nümayiş olunub. Anım mərasimində çıxış edən natiqlər gənclərə bu önəmli günün tarixi haqqında ətraflı məlumat verib, 20 yanvar şəhidlərinin qanları bahasına tarixi adlarını yazdıqlarını qeyd ediblər. Daha sonra səfirlik əməkdaşları Kirəs Muğanlı kəndində şəhid Vəfadar Eminovun doğulub boya başa çatdığı evə baş çəkiblər. Şəhidin ailə üzvləri və yaxınları ilə söhbət ediblər. Şəhidin adına müqəddəs Qurani Kərimdən ayələr tilavət olunub və onun yaxınları həyat yolundan danışıb. Bildirilib ki, Vəfadar Eminov hələ məktəbdə oxuduğu illərdən xalqa və vətənə sevgisi ilə seçilib. Vəfadar Eminov 1990-cı il yanvarın 22-sində yaralılar üçün keçirilən qanvermə aksiyasında iştirak edib və xəstəxanadan çıxarkən mənfur düşmənin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb. Şəhidin ailə üzvləri isə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasına və səfirlik əməkdaşlarına təşəkkür ediblər. Şəhidlərimizə hesabına Azərbaycan torpağı azad oldu. Qarabağımız azad oldu. Mən Azərbaycan xalqına minnətdarlıq ki, 20 yanvar bütün şəhidlərimizi anırlar. Başda cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Elə də səfirliyin nümayəndələrinə, Bayquliyevə